أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. الحديث الثاني ikinci hadis عن عمر بن الخطاب رضي الله عنه قال بينما نحن عند رسول الله صلى الله عليه وسلم ذات يوم إذ طلع علينا رجل شديد بياض الثياب شديد سواد الشعر لا يرى عليه أثر السفر ولا يعرفه منا أحد حتى جلس إلى النبي صلى الله عليه وسلم فأسند ركبتيه إلى ركبتيه ووضع كفيه على فخذيه. Ömer ibn Xattab radiyallahu anhu deyir ki, biz bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə oturmuşduq və birdən bir kişi bizim yanımıza gəldi və əynində ağappaq, dümağ paltar, dümağ paltarda, saçı qapqara və üzərində heç bir səfər əlaməti görünmürdü. Misafirə oxşamırdı. Və onu bizdən, içimizdən heç kəs də tanımırdı. Və beləcə gəlib, Allah Resulü Aleyhisselatü Vesselam ilə üzbəüz oturdu və dizlərini Peyğəmbər Aleyhisselatü Vesselamın dizlərinə dayadı və əllərini budu, qısları üzərinə qoydu. Və qalə ya Muhammed, əxbirni anil İslam. Və dedi ki, ey Muhammed, mənə İslam barədə xəbər ver. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm الإسلام أن تشهد أن لا إله إلا الله وأن محمدا رسول الله وتقيم الصلاة وتؤتي الزكاة وتصوم رمضان وتحج البيت إن استطعت إليه سبيلا. Və Peyğəmbər aleyhissalatü vesselam dedi ki, İslam Allah'tan başqa haqq məbudun olmadığına, Muhammedin onun Rasulü olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, oruz tutmağın və gücün çatdıqda həcc etməyindir. Qalə sadaqt. Və həmin kişi dedi ki, doğru deyirsən. Fə'acibnə ləhu, yəsəluhu və yusaddiquhu. Və biz də onun bu hərəkətinə təəccüb etdik. Ki, özü sual verir, sonra da sualın, cavabın doğruluğunu təsdiqləyir. Qalə fəəxbirnə anil iman. Və sonra həmin kişi dedi ki, mənə iman barədə xəbər ver. Qal ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi və liyevmil əxir və tu'minə bil qədəri xayrihi və şərrih. Və Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, iman Allaha, onun mələklərinə, kitablarına, rasullarına, axirət gününə, qədərə, xeyrinə və şərrinə iman etməyindir. Qalə sadaqt. Həmin kişi dedi ki, düz deyirsən. Qalə fəəxbirnə anil ihsan. Sonra dedi ki, mənə ihsan barədə xəbər ver. İhsan nədir? Qal, ən ta'budallah kəənnəkə tərə, fə illəm təkun tərə, fə innəhu yərak. Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, ihsan Allahı görürmüş kimi ona ibadət etməyindir. Sən onu görməsən də o səni görür. Qalə fəəxbirnə anis sə'a. Dedi ki, qiyamət saati barədə mənə xəbər ver. Qal, məl məs'ulu anhə bi'a'ləmə bihə minəs-səil. Və Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, bu haqda soruşulan, soruşandan artıq bilmir. Qalə fəəxbirni an əməratihə. Dedi ki, elə isə onun əlamətləri barədə mənə xəbər ver. Qal ən təlidəl əmətu rabbətəhə və ən tərəl hufətəl urətəl alətə ri'əəşşəyə tətavəlunə fil bunyan. Cariyənin öz ağasını doğması və ayaqyalın, çılpaq, kasıb, çobanların hündür binalar dikməkdə bir-birləri ilə yarışmaları. Sümmən talaq. Sonra o kişi getdi. Fələbistu məliyyən. Və bir müddət, yəni uzun bir müddət gözlədim. Sümmə qaləli. Ömər radiyallahu anhu deyir ki, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mənə, ya Umar, ətədri mənis-səil. Sual verənin kim olduğunu bilirsənmi? Qultu Allah və Rasuluhu a'lam. Dedim ki, Allah və Rasulu daha yaxşı bilir.
Qal fə innəhu Cibril ətəkum yuallimukum dinəkum. Dedi ki, o Cəbrail idi, gəlmişdi ki, sizə dininizi öyrətsin. Bu hədisi Ömər ibn Xattab radiyallahu anhu rəvayət edib və bundan qabaqki innəməl a'malu bin niyyət hədisinin də ravisi Ömər ibn Xattab idi. Ona görə burada Ömər barədə artıq məlumat verilməyəcək, çünki keçən dərsdə məlumat verilib. Və bu hədis digər sahabələrdən də, məsələn, Əbu Hüreyrə radiyallahu anhudan da rəvayət olunub. Biraz hədisin mətnində bəzi ixtilaflar olsa da, çünki hədis uzun hədisdir, istər-istəməz burada məna ilə rəvayət də var və o fərqlər çox azdır. Və Əbu Hüreyrədən radiyallahu anhudan rəvayət olunan hədisin o forması, onu Buxari və Müslim ittifaqla rəvayət ediblər. Muttafaqun aleyhdir. Lakin bu hədis, hansı ki Ömər ibn Xattabdan rəvayət olunub, bunu İmam Müslim rəvayət edib. Və Səhih Müslimdə ən birinci hədisdir. Görün Nəvəvi rahimehullah nə edib? Və bunu ondan qabaq da edənlər olub. Məsələn, İmam Bağavi rahimehullah Şərh-ü Sünnədə belə edib. Şərh-ü Sünnəni bu iki hədislə başlayıb. İnnəməl a'malu bin niyyət və bu hədis. Niyə? Və Nəvəvi də belə edib. Səbəblərdən birisi də çünki innəməl a'malu bin niyyət Buxaridə olan birinci hədisdir. Bu hədis də Səhih Müslimdə olan birinci hədisdir. Kitab-ül İməndə. Müqəddimədən sonra kitabı İmam Müslim rahimehullah bu hədislə başlayıb. Və bu hədisi Ömər ibn Xattabdan rəvayət edən kimdir? Oğlu İbn Ömər. Radiyallahu anhuma. Ümumiyyətlə, bu hədisin rəvayət olunmasına, ən azından bu sənədlə əlaqəli səbəb nə olub? Deməli, Bəsrə əhlindən, tabiinlərdən Yahya ibn Ya'mər rahimehullah deyir ki, artıq Bəsrədə qədərlərin fitnəsi başlamışdı. Qədəri inkar edənlər artıq ortaya çıxmışdı və onlara başçılıq edən Ma'bəd əl-Cühəni idi. Bu ilk qədəri inkar fitnəsini ümmətdə ortaya çıxaranlardan birisi. Və Yahya ibn Ya'mər deyir ki, dostum Hümeyd ibn Abdurrahman Əl-Himyəri ilə birlikdə həccə getdi və həmçinin öz aramızda danışırdıq ki, Allah edə həcdə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən birini görərdik və ondan bu haqda soruşardıq. Və Allahın qədəri həcdə və ya ümrədə rəvayətdə də belə gəlib. Ravi orada bu hədisi Yahya ibn Ya'mərdən rəvayət edən ravi, yəni dəqiq bilmir deyib, ya ümrədə, ya həcdə. Və İbn Öməri görürlər və İbn Ömərə deyirlər ki, Bəsrədə bizdə belə bir fitnə ortaya çıxıb. Qədəri inkar edirlər. Və İbn Ömər radiyallahu anhuma deyir ki, əgər onları görsəz, onlara deyin ki, Abdullah, yəni mən onlardan, onlar da məndən bəridirlər, uzaqdılar. Və onlar bilsinlər ki, qədərə iman etmədikcə onların heç bir əməli Allah yüksəlməyəcək. Dağ boyda əməllərlə gəlsələr belə qədərə iman etmədikcə əməlləri qəbul olmayacaq. Bunu deyəndən sonra İbn Ömər orada deyir ki, və mən atam Ömər ibn Xattabdan eşitdim ki, o belə dedi. Allah Resulü aleyhissalatu vesselam ilə bir gün oturmuşduq və belə oldu. Və çünki burada Cəbrailin soruşduğu suallardan birisi də nə idi? İman. Və o imanın rukunlarından birisi də qədərə iman idi. Və İbn Ömər radiyallahu anhu onlara bu hədisi rəvayət edir və demək istəyir ki, qədərə iman da imanın rukunlarındandır. Və bu hədis Cəbrail hədisi kimi məşhurdur. Və bəzi hədis alimləri deyiblər ki, bu hədis necə ki Fatihə surəsi Ummul Qur'an, yəni Quranın anasıdır, eləcə də Cəbrail hədisi Ummus Sünnə, sünnənin anasıdır. Çünki demək olar bütün dinin əsasları
həm zahiri, həm batini ibadətlər, əməllər bu hədisdə toplanıb. Ona görə fikir verin, hədisin sonunda Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, فَإِنَّهُ جِبْرِيلْ أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ. O Cəbrail idi, gəlmişdirsə dininizi öyrətsin. Yəni Cəbrail gəldi, öyrətsin ki, səbə din budur. İslam, iman, ihsan. Dinin üst mərtəbəsi. Və Ömər ibn Xattab radiyallahu anhu deyir ki, Beynəmə nəhnu ində Rasulillah zətə yevmin iztələ aleynə rəcul. Biz bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ilə oturmuşduq və bizim yanımıza bir kişi gəldi. Bu Allah Resulü aleyhissalatu vesselam'ın əshabı ilə olan adəti olub. Daim onlarla oturardı. Onlara dinlərini öyrətmək üçün. Hətta dünyəvi problemlərə görə. Allah Resulü aleyhissalatu vesselam daima öz əshabı ilə oturardı. Hətta sübh namazından sonra kim qəribə bir yuxu görübsə, yuxunu Peyğəmbərə ərz edərdi və Peyğəmbər sallallahu aleyhi və səlləm o yuxunu onun üçün yozardı. Və bəzən olardı ki, özü bir yuxu gördükdə onu sahabələrə ərz edərdi. Ona görə adətən bu hədislərdən, rəvayətlərdən də görünür və sirada da bu məhşurdur. Mədinəyə kimsə gəlib yeni birisi Peyğəmbəri görmək istəyəndə deyirdilər ki, məsciddədir. Oturub əshabı ilə. Və Allah Resulü aleyhissalatu vesselam'ın əshabı ilə olan adəti idi. Və həmçinin burada Peyğəmbər sallallahu aleyhi və səlləmin təvazökarlığına da bir işarə var. Baxma ki, o ümmətin böyüyü idi, rəisi idi. Lakin digər krallar, padişahlar kimi o krallar, padişahlar öz əyanları ilə necə rəftar edirdi, Allah Resulü öz əshabı ilə elə rəftar etmirdi. Onlardan seçilmirdi. Ona görə hətta bəzən Allah Resulünü tanımayan, ömründə bir dəfə də olsun Peyğəmbəri görməyən birisi Mədinəyə gəlib, Peyğəmbər sallallahu aleyhi və səlləmi görmək istədikdə, məscidə getdikdə, görürdü ki, oturublar və deyirdi ki, aranızda Muhammed kimdir? Belə soruşmalarına səbəb nə idi? Çünki ayırt edə bilmirdi. Kimdir orada başçı? Ona görə deyirdi, aranızda Muhammed kimdir? Və bu məclis də həmin məclislərdən birisidir. Ona görə radiyallahu anhu Ömər deyir ki, biz bir gün, yəni o günlərdən biri idi, Allah Resulü aleyhissalatu vesselam ilə, yəni adətimiz üzrə oturmuşduq. Və yanımıza bir kişi gəldi, şədidu bəyadı thiyab. Yəni paltarı düm ağappaq. Ömər ibn Xattabın bu şeyləri qeyd etməsində səbəb var. Və görünür ki, onun halı onları, yəni sahabələr həmin gələnin adamın halına qəribsəmişdilər. Çünki adətən o vaxtı o formada düm ağ paltar və bu göstərir ki, Cəbrail gələndə təmiz paltarda gəlmişdi. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm özü də ağ paltar geyinməyi sevirdi. Və həmçinin sahabələrə tövsiyə edirdi, əmr edirdi ki, ölülərinizi də ağ kəfənlə kəfənləyin. Və həmçinin saçının qara olması göstərir ki, gələn adam qoca deyildi. Gözəl libasda, düm ağ paltarda və saç, saqqal qapqara, qoca deyildi. Və üzərində səfər əlaməti görünmürdü. İndi bu qəribədir. Niyə Ömər bunları qeyd edir? Baxın, bir adamın ki, üzərində səfər əlaməti görünmür. Bu nə deməkdir? Yəni, adam musafir deyil. Bunlar da Mədinədə oturublar. Adam musafir deyilsə, yəni qıraqdan gəlməyib. Deməli, Mədinə əhlindəndir. Amma sonra deyir ki, وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٍ. Onu bizdən heç kim tanımırdı. Zahirən bir-birinə ziddir. Amma həqiqətən belədir. Ömər ibn Xattab gördüyünü deyib. Çünki bu mələkdir, Cəbrail.
doğrudan da o Mədinə əhlindən deyildi və doğrudan da qıraqdan gəlməmişdi. Çünki əgər o musafir idisə, halbuki hədisdə deyir ki, musafir deyildi. Musafir deyildisə, deməli Mədinə əhlindən idi. Hədisdə də gəlir ki, onu içimizdən heç kim tanımırdı. Heç kim tanımırdısa, deməli Mədinə əhlindən deyildi. Mədinə əhlindən deyilsə, deməli qıraqdan gəlmişdi. Görsən, bir-birinə ziddir. Ona görə Ömər ibn Xattab bu şeyləri qeyd edir. Çünki o kişinin, gələnin halı onları qəribsəmişdi. Yəni, təəccüblənmişdilər. Və bəzi rəvayətlərdə gəlib ki, məsələn, İmam Nəsainin rəvayətində, Cəbrail hədisində, həmin gələn sahabə, həmin gələn kişi sahabə Dihyə Əl-Kəlbinin şəklində idi. Dihyə Əl-Kəlbi məruf sahabələrdəndir. Muaviyə radiyallahu anhun xilafətinəcən yaşayıb və ixtilaflıdır. Xəndək vaxtı yoxsa Uhudda iştirak edib etməməsi, yəni İslamı o vaxt qəbul edib ya yox. Çünki Cəbrail əleyhissalam çox vaxt Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına Dihyə Əl-Kəlbinin şəklində gəlirdi. O sahabə də zahirən gözəl sahabələrdən idi. Deməli, bu birinci hadisə olmayıb. Bundan qabaq da bu dəfələrlə baş verib. Necə ki, Buxari və Müslim rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm yoldaşı Ümmü Sələmə ilə oturub söhbət edəndə Dihyə gəlir. Və Allah Rasulü onunla söhbətə çəkilir. Bir müddət söhbət edirlər və sonra keçib gedir. Allah Rasulü Ümmü Sələmədən radiyallahu anhadan soruşur ki, o kim idi? Tanıdın? O da diyor ki, Dihyə Əl-Kəlbi. Allah Rasulü aleyhissalatü vesselam deyir ki, o Cəbrail idi. Hədis Buxari və Müslimdədir. Cəbrail əleyhissalam insan şəklində gələndə çox vaxt həmin sahabənin şəklində gəlirdi. Və Nəsainin Sünənində Cəbrail hədisinin rəvayətində gəlir ki, bu məclisdə də Cəbrail gələndə Dihyənin şəklində gəlmişdi. Və bu xətadır. Bu xətadır. Dəlil, elə Ömər bin Xattabın deməsi ki, وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٍ və onu bizdən heç kəs tanımırdı. Əgər Dihyənin şəklində gəlsəydilər, tanıyardılar. Və bu olur belə. Bu ravinin xətasıdır. Nəsainin Sünənində. Lakin qissənin özü səhihdir. Ona görə bəzən alimlər bir hədis barədə deyirlər ki, hədisin əsli səhihdir. Lakin filan cümlədən başqa. Filan yerdən başqa. O zəifdir. Yəni, orada ravi xəta idi. Bunu hardan bilirlər? Həmin hədisin digər rəvayət yollarından, digər mətinlərindən. Və həmçinin burada ayrıca bir dəlil var ki, deməli, mələklər şəkildən şəkilə girə bilirlər. Və mələklər adətən, Quran və sünnəyə baxanda bunu açıq aydın görürük, mələklər adətən insanın yanına, insanların yanına, hətta o Peyğəmbər olsa belə, gələndə adətən insan şəklində gəlirdilər. Məsələn, Cəbrailin Məryəm anamızın yanına gedib ona övladının olacağını İsa'nı müjdələməsi kişi şəklində. Və mələklərin İbrahim əleyhissalam və Sara anamızın yanına gəlmələri. Həmçinin sonra Lut əleyhissalamın yanına getmələri. Kişi şəklində olub. Və o cümlədən də bu hadisədəki kimi. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbraili öz şəklində 2 dəfə görüb. Öz şəklində. Bir dəfə yerdə, bir dəfə də səmada. Yerdə o ilk vəhiy gələn vaxtı çöldə bir səs eşidir, ildırım səsinə oxşar bir səs. Başını qaldırıb bütün üfüqü bürümüş Cəbraili görür. 600 qanadlı. Və canına qorxu düşür. Qaçır evinə və Xədicə anamıza deyir ki, məni ört. Və üstünü örtürlər və örtüyün altında titriyir. Və ayə nazil olur ki, Ya əyyuhəl muddəssir, ey örtüyünə bürünmüş, qum, qalx,
Fəənzir, insanlara xəbərdarlıq et. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmə İqra bismi rabbikəl-ləzi xalaq ayəsindən sonra nazil olan ayələrdəndir. Və ikinci görməsi də İsra gecəsi Sidratul Muntaha ağacının yanında. Cəbraili, 600 qanadlı Cəbraili öz şəklində görüb. Və bizim dildə deyirik ki, Cəbrail. Amma Quranda oxuyuruq necə? Cibril. Yaxşı, bizim Cibril yox, Cəbrail deməyimiz düzdür ya yox? Düzdür. Ümumiyyətlə, Cibril bu vəhiy mələyidir. Vəhiy mələyinin adı 4 formada gəlib. Ona görə bu özünü hətta Quran qiraətlərində də göstərib. Biz nə üçün Cibril oxuyuruq? Çünki Hafsın Asimdən rəvayətində belədir. Qiraətlər barədə biz ayrıca dərslər götürmüşük təfsir qaydalarında. Yəni istəyən o dərslərə qaydar. Hafsın Asimdən rəvayətində, çünki bu 10 qiraət ki var, məsələn, bizim oxuduğumuz Quran qiraəti Asim qiraətidir. Lakin bunun da 2 yolu var. Var Hafsın Asimdən rəvayəti var Şöbənin. Hafsın Asimdən rəvayətində Cibrildir. Ona görə biz Cibril oxuyuruq. Şöbənin Asimdən rəvayətində isə Cəbrail. Uzadılmadan. Cəbrail. Amma Həmzə və Kisainin qiraətində gəlir Cəbrail. Bir də İbn Kəsir Əl-Məkkinin qiraətində gəlir Cəbril. 4 formada. Hər 4'ü də səhihdir. Fikir versəz bu mələklərin adlarına hamısının axırı necə qutarır? Cibril, Cəbrail, Mikail, İsrafil, İsrail, laf mələk olmasın. Çünki bu adlar ərəb adları deyil. İbrani dilindəndir və il Allah deməkdir və Rəbb. Cəbril və ya Cəbrail, Cəbir bəndə, qul. Cibril və ya Cəbrail yəni Allahın qulu. Allahın bəndəsi. Mənası budur. Və hədisdə Ömər ibn Xattab radiyallahu anhu qeyd edir ki, hətta cələsə ilən nəbi, o kişi gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm ilə üzbəüz oturdu və əsnədə rükbəteyhi ilə rükbəteyhi və dizlərini onun dizlərinə dayadı və vada'a kəffeyhi alə fəxideyhi və əllərini budu, qıçı üzərinə qoydu. Burada 2 ehtimal var. Yəni Cəbrail əllərini öz qıçının üstünə qoyub, yoxsa Peyğəmbər sallallahu aleyhi və səlləmin ayağının üstünə qoyub. Bu möhtəməldir. Bu da ehtimal olunur, bu da. Lakin Əhmədin və Nəsainin rəvayət etdiyi hədisdə, orada ləfsdə belə gəlir ki, və vada'a kəffeyhi alə fəxizeyn nəbi sallallahu aleyhi və səlləm və Cəbrail əllərini Peyğəmbər sallallahu aleyhi və səlləmin dizlərinin üstünə qoydu, qıçının üstünə qoydu. Amma hər bir halda, hər 2 ehtimal da yəni qüvvədədir. Və buradan hədisin bu hissəsinə qədər götürə biləcəyimiz faydalardan birisi nədir? Elm tələbəsinin, elm məclisinin faydaları ilə əlaqəli burada çox məsələlər var. Fikir verin, Cəbrail əleyhissalam elm məclisinə gələndə görün nə formada gəlir. Cəbrailin paltarına fikir verdiniz. Deməli, burada dəlil var ki, elm məclisinə gələndə insan ən azından üst başına fikir verməlidir. Niyə görə? Elm məclisinin ədəbi və şərəfinə görə. Bizdən birimizi dostumuz çölə çağıranda, zəng edib deyəndə ki, bir vaxt varsa gedək, çayxanada oturaq, bir 10 dəqiqə çay içək, ev paltarında çıxmır adam. Çöl paltarını geyinir. Əyni dəyişib çıxır. Yəni, elm məclisləri
o çay məclislərindən şərəf, fəzilət, ədəb, hörmət, təzim baxımından belə aşağıdır, yoxsa necə? Və burada birinci əldə etdiyimiz fayda odur. Bu elə belə şey deyil. Ona görə əvvəldə mən dedim ki, Ömər ibn Xattabın radiyallahu anhunun bu şeyləri bu cür bir-bir rəvayət eləməsi, bir-bir dilə gətirməsində səbəb var. Çünki o gələnin o halı, geyimi, oturuşu, duruşu onlar təəccübləndirmişdi. Deməli, elm məclisinə belə gəlir. Həmçinin fikir verin Cəbrailin oturuşuna. Fəəsnədə rükbəteyhi ilə rükbəteyhi. Qıraqda da otura bilərdi. Halqaya yaxınlaşıb otura bilərdi. O da halqadan bir fərd ola bilərdi. Sahabələrin arasında yox. Necə oturdu? Gəlib Allah Resulü Aleyhisselatü Vesselam ilə üzbəüz dizlərini Peyğəmbərin dizinə dayadı. Burada da əlavə ikinci bir fayda ki, elm məclisində məllimə yaxın oturmaq. Və elm məclisinin faydalarındandır. Və həmçinin Cəbrailin Peyğəmbər sallallahu aleyhi və səlləmin önündə o cür ədəblə oturması. Bağdaş qurub oturdu, yoxsa fikir verirsiniz. Bunlar hamısı təlimdir. Ki, hətta elm tələbəsi deməli məclisdə geyiminə, keçiminə, oturuşuna belə fikir verməlidir. Bu elm məclisin ədəblərindəndir. Və həmçinin Cəbrailin Peyğəmbər sallallahu aleyhi və səlləmdən İslamı, imanı, ihsanı və qiyamətin əlamətlərini soruşması. Bu da ayrı bir ədəbdir. O da nə? Deməli, elm tələb etmək istəyən gərək soruşa. Soruşmasa məhrum olacaq. Deməli, elmi tələb etməyin, bu dini öyrənməyin yollarından birisi də nədir? Soruşmaq. Ona görə Allah Azze ve Celle buyurur ki, fəsəl bihi xabira. Biləndən soruş. Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiklərinizi zikr əhlindən soruşub öyrənin. Ona görə alimlər deyirlər ki, iki kəs elmdən məhrumdur. Bir, təkəbbürlük edib soruşmayan, ikincisi, utanıb soruşmayan. Hər ikisi də soruşmayandır. Deməli, bir adam soruşmursa, o həqiqətdə elmdən məhrumdur. Gör, Cəbrail əleyhissalamın məclisə girib oturması, hələm suala başlamayıb. Elm məclisinin ədəbi ilə əlaqəli nə qədər faydalar götürürük. Və sonra Cəbrail əleyhissalam deyir ki, ya Muhammed, əxbirnə anil İslam. Dedi ki, mənə İslam barədə xəbər ver. Yəni, İslam nədir? Və Allah Resulü Aleyhisselatü Vesselam dedi ki, İslam Allahdan başqa haqq məbudun olmadığına şəhadət etməyin, namaz qılmağın, oruç tutmağın, zəkat verməyin və gücün çatsa həcc etməyindir. Cəbrail əleyhissalam Peyğəmbərdən nəyi soruşdu? İslamı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu 5 şeyi zikirlədi. Məgər İslam bu 5 şeydən ibarətdir? Yox. İslamda başqa əmirlər var. Qurban, cihad, yaxşılığa əmr edib, pisliklərdən çəkindirmək və həmçinin qadağalar. Çünki biz həmişə deyirik, dinin hökmləri 2 növdür. Var əmirlər, var qadağalar. Burada məsələn qeyd olunmadı ki, yalan danışma, əmanətə xəyanət etmə, kimisə incitmə. Halbuki bunlar da İslamdandır ya yox? İslamdandır. Və Cəbrail əleyhissalam deyəndə ki, mənə İslam barədə xəbər ver, Peyğəmbər sallallahu aleyhi və səlləm İslam barədə necə xəbər verdi? İslamın rukunlarını zikr edərək. Yəni Allah Resulü Aleyhisselatü Vesselam'ın zikr etdiyi bu 5 şey İslamın özü deyil. İslamın özəyidir. Çünki desək ki, İslamın özüdür, onda elə çıxır ki, cihad İslamdan deyil. Yox, İslamın özü deyil, İslamın özəyidir. Özü deyil, yəni tam olaraq. Çünki başqa əmirlər, başqa qadağalar da var. Və buna deyilir nə? Ərkanul İslam. Yəni İslamın rukunları. Hansı ki, din onun üzərində durur.
Və sonra Cəbrail deyir ki, sadaqdır, doğru dedim. Fəacibnə ləhu yəsəluhu və yusaddiquhu. Ömər ibn Xattab deyir ki, ona təəccüb etdik. Həm özü sual verir, sonra da cavabın doğruluğunu təsdiqləyir. Yəni, əgər bilirdinsə, niyə sual verirdin? Yox, bilməyib soruşurdunsa, hardan bilirsən o doğru deyib, səhv deyib. Və sonra Cəbrail iman barədə soruşur və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, iman Allaha, onun mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, qədərin xeyrinə və şərrinə iman etməkdir. Deməli, burada Allah Resulü aleyhissalatu vesselam İslamı necə tərif etdi və İslamın rükunlarını? Zahiri əməllər ilə. İmanı necə tərif etdi? Batini əməllər ilə. Və imanın rükunlarını qeyd edəndə 6 rükun zikirlədi. Və hədisdə buracan bu yerdə 2 işgəl ortaya çıxır. O işgəllərdən birisi imanın rükunları ilə əlaqəlidir. Quranda Allah Azza və Cəllə imanın rükunlarını zikr edib etməyib, edib və bir neçə ayədə. Və o ayələrdən birisi budur ki, وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ. Lakin yaxşılıq Allaha, axirət gününə, mələklərə, kitablara və rəsullara iman etməyindir. Və digər ayələrdə də eyni ilə bu cür gəlir. Quranda deməli, imanın neçə ruknu zikr olundu? 5. Qədər zikr olunmuyub. Lakin Cəbrail hədisində imanın rukunlarında qədər də zikr olunub. Elə İbn Ömərin də bu hədisi rəvayət etməsinin səbəbi budur. Qədərə görə. Qədərin imandan olduğuna görə. Çünki qədərlər niyə çıxmışdılar? Və onların qədəri inkar etmədə əllərində olan dəlillərdən birisi nə idi? Quranda olan bu ayələr. Deyirdilər ki, Allah Azze və Cəllə Quranda imanın rukunlarını qeyd edib və 5 deyib. Qədər yoxdur. Və İbn Ömər radiyallahu anhu da bu hədisi ona görə nəql edir ki, Allah Resulü aleyhissalatu vesselam imanın rukunlarını zikr edəndə qədərə imanı da qeyd edib. Bəs yaxşı, bu işgələ necə cavab vermək olar? Nə üçün Quranda zikr olunmuyub? Bu ayələrdir, məsələn, bayaq qeyd etdiyim ayələr. Əslində zikr olunub. Əslində zikr olunub. Açıq aşkar olmasa da, niyə? Çünki qədərə iman Allaha imanın içindədir. Allaha iman ki var, əslində qədərə iman buna bağlıdır. Qədər nədir? Yəni bir insanın Allah Azza və Cəllənin, baxın, Allah Azza və Cəllənin ad və sifətlərinə imanı kamil olsa, o istər-istəməz qədərə imanı tələb edir. İstər-istəməz. Qədərə imanın 4 rukununa ələ alın. Nələrdir? Allah Azza və Cəllənin olacaq hər şeyi bilməsi, elm, Allahın sifəti deyil. Bunu yazması, insan onu edərkən, Allahın onu istəməsi, Allahın iradə sifəti və onu yaratması. Qədər 4 rukundan ibarətdir. 4'ü də Allah Azza və Cəllənin ad və sifətlərinə qayıtdı, qayıtmadı. Qədərə iman əslində Allaha imanın içindədir. Ona görə Quranda bu cür zikr olunmuyub. Lakin Allaha imana daxildir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm sünnədə ehtiyac olduğuna görə bunu açıqlayıb və əlavə də qeyd edib ki, qədərə xayrihi və şərrihi. Onun xeyrinə və şərrinə iman etməyindir. Və ikinci işgəl nədir? Burada bu birinci işgəlin cavabı. İkinci işgəlin cavabı budur ki, biz deyəndə ki və ya sual verəndə ki, iman nədir? Cavab nə olur? Qəlb ilə təsdiq, dil ilə iqrar və zahiri əməllər. Yəni, biri gəlib bizdən soruşsa ki, iman nədir? Belə cavab vermirik. Qəlb təsdiqi, dilin iqrarı, zahiri əməllər. Amma Cəbrail Allah Rasulundan imanı soruşur. Yalnız batinə əməlləri qeyd edir. Bu işgəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə isə buyurur ki, iman
El-iman bid'un ve seb'une şu'be. 70 ve bir neçə şöbədir. A'laha qavlu la ilahe illallah. Ən uca şöbəsi hansıdır? La ilahe illallah sözü. Və adnaha imatatul adha anit tariq. Yerdə əziyyət verən bir şeyi götürmək. Vəl haya'u şu'betun minel iman. Haya da imandan bir şöbədir. Qövül, əməl girdi imana, imanın tərifinə. Və biz də belə deyirik iman tərifində. Amma burada Cəbrail əleyhissalam imanı soruşur, lakin Peyğəmbər sallallahu aleyhi ve sellem batini əməlləri, qəlbə aid olan imanın rukunlarını qeyd edir. Bu işgəlin cavabı nədir? Birinci cavab odur ki, çünki bu hədisdə qeyd olunan imanın özü deyil, imanın rukunlarıdır. Necə ki, bayaqları İslam barədə dedik. Dedik ki, İslamın özü deyil, özəyidir. Çünki İslam tək bundan ibarət deyil axı. Həmin cavab da burada verilir. Deyilir ki, burada Allah Resulü aleyhissalatu vesselam İslamın rukunlarını qeyd edib. Amma o hədis ki gəlib, el-iman bid'un və seb'une şu'bə, o hədisdə qeyd olunan isə imanın rukunları yox, imanın şöbələridir. Aydın oldu cavab. Bu birinci cavab. Və ikinci cavab nədir? İkinci cavab budur ki, ümumiyyətlə iman və İslam anlayışı, iman və İslam anlayışı bunlar eyni şeydir, yoxsa ayrı? Yəni İslam, iman, iman İslamdır. Yəni iman deyəndə İslam, İslam deyəndə iman nəzərdə tutulur, yoxsa ayrı-ayrı şeylərdir? Cəbrail hədisi göstərir ki, İslamla iman nədir? Ayrı-ayrıdır. Amma o hədis ki var, iman 70 və bir neçə şöbədir. O hədis göstərir ki, İslamla iman eynidir. İslamın birinci rukunu nə idi? Şəhadəteyn. Bu hədisdə iman 70 və bir neçə şöbədir. O şöbələrin ən yuxarısı nə oldu? İslam girdi imana. Aha. Deməli, bunun cavabı həlli nədir? Alimlər deyirlər ki, bu elə iki kəlmədir ki, İslamla iman. İzə ictəmə'a iftəraqa və izə iftəraqa ictəmə'a. Yəni, iman və İslam ləfsləri ayrı-ayrılıqda zikr olunanda bir-birlərinin mənalarını içinə alır. Yəni, ayrılanda birləşir, birləşəndə ayrılır. Yəni, ayrılıqda mən deyirəm iman. İslam burada girir bura. Ayrılıqda deyirəm İslam, iman girir bura. İmansız İslam ola bilər. İslamsız iman ola bilər. Mümkündür bu. Mümkün deyil. Amma mən desəm ki, bir yerdə iman və İslam, onda mənaları ayrılır. Necə? İslam deyəndə adətən zahiri əməllər, iman deyəndə isə adətən batini əməllər nəzərdə tutulur. Aydın oldu. Ona görə hədisdə də, Cəbrail hədisində də İslamla iman bir yerdə zikr olunduğuna görə İslam deyəndə zahiri əməllər, iman deyəndə batini əməllər zikr olunub. Yoxsa imanı ayrılıqda müstəqil şəkildə götürəndə əməllər də onsuz da daxildir. Qəlb təsdiqi, dilin iqrarı və bir də zahiri əməllər imanın tərifidir. Və sonra Cəbrail əleyhissalam deyir ki, fəəxbirni anil ihsan. Mənə ihsan barədə xəbər ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ən ta'budallah kəənnəkə tərah, fə illəm təkun tərahu, fə innəhu yarak. İhsan nədir? Bizim bildiyimiz ibadətdə xuşu. İhsan odur. Allah azza və kəlləni görürmüş kimi ona ibadət etmək. Və burada iki məna ehtimal olunur. Birinci ehtimal odur ki, Allah Resulü aleyhissalatu vesselam'ın bu cavabından belə anlaya bilərik ki, ihsanın iki mərtəbəsi var. Bir, yəni ihsanın iki məqamı var. Bir, məqamul muraqabə, bir də məqamul müşahidə.
Məqamul muraqabə nədir? Yəni Allah səni görür. Bunun fərqində olaraq Allaha ibadət etmək. Bu məqamul muraqabədir. Bundan üstün olanı nədir? Məqamul müşahidə, yəni Allahı görürmüş kimi ona ibadət etmək və bu da ən yüksəkdir. Bu da ehtimal oluna bilər və həmçinin Allah Resulü Aleyhisselatü Vesselam'ın bu cavabından bu da möhtəməldir ki, ehsan elə bir şeydir. O da nə? Allahı görürmüş kimi ibadət etmək. Lakin bu çətin olduğuna görə buna aparan yol, buna aparan səbəb Allah səni görürmüş kimi ona ibadət etməyindir. Bu ixtilaf da ləfsidir. Yenə də nəticədə eyni nəticəyə gəlib çıxırıq. Və buna deyilir nə? İbadətin ruhu. Və bu tək namaza xas deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm İbn-i Məcənin rəvayət etdiyi hədisdə, səhih hədisdə bir sahabə gəlib Allah Rasulundan qısa nəsihət istəyir və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İzə qumtə fi salatik fəsalli salətə muvaddi'in. Namaza durduqda vidalaşan kəsin qıldığı namaz kimi namaz qıl. Çox əzəmətli qayda qoyub. Yəni namaza duranda elə formada namaz qıl ki, elə bil ki, bu sənin son namazındır. Təsəvvür et, bir adam bunu bilsə, o namazı necə qılar? Bu ehsan ən yüksək məqamı ilə hasil olar ya olmaz? Elə hasil olar ki, heç istəməsən də. Düzdür? Və sanki Peyğəmbər sallallahu aleyhi və səlləm bunu yəni əldə etmək üçün bir yol göstərir. Ki, namaza duranda son namazınmış kimi, vidalaşan adamın namazı kimi namaz qıl. Və bu bütün ibadətlərə aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm oruc barədə buyurur ki, mən samə Ramazana imanən və ihtisabə. Kim Ramazan orucunu imanla və ihtisabla tutarsa, iman və ihtisab, namazda olan ihsan eyni şeydir. Ona görə ibadətin əcrini kamilləşdirən də budur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nə çox oruç tutanlar var, o oruclarından onlara qalan nədir? Azlıq və susluq. Və nə çox namaza qalxanlar var ki, onlara qalan nədir? Yorğunluqdan başqa heç nə. Və başqa hədisdə Allah Resulü aleyhissalatu vesselam buyurur ki, Allah azza və cəllə oruç tutan, yalanı, fırıldağı, hiləni tərk etmədikcə, həmin oruç tutanın yeməyi, içməyi tərk etməsinə Allah azza və cəllənin ehtiyacı yoxdur. Qurban barədə Allah azza və cəllə nə buyurur? Onun nə əti, nə qanı Allaha çatmır. Çatan sizin təqvanızdır. Bu bütün ibadətlərin nə idi? Ruhudur, özəyidir. Və həmçinin biz keçən dərsdə, birinci hədisin şərhində niyyəti, ixlası götürmüşdük və bu hədisdə əlavə olaraq ehsanı götürdük. Və çox vaxt insanlar bu üç şeyi qarışdırır. Həqiqətdə bunlar ayrı-ayrı şeylərdir. Bəzən elə zənn edilir ki, ixlas elə niyyətdir. Bəzən elə zənn edilir ki, ehsan elə ixlasdır. Üçü də ayrıdır. Və aralarında olan fərq nədir? Hər üçünün arasında olan fərq. Yadda saxlayın. Niyyət ibadəti təyin edir. Niyyət ilə ibadət təyin olunur. Bu hansı namazdır? Fərz yoxsa nafilə? Fərzdirsə hansı fərzdir? Zöhrdür yoxsa əsrdir? Sən niyyət ilə ibadəti neynədin? Təyinlədin. Bu ixlas deyil. Bu ayrı bir şeydir. İxlas isə ibadətin əcrini, savabını qoruyur. İbadətin əcrini hasil edir. Ona görə ola bilsin, adam namaz qılır, niyyəti var, yerindədir. Yəni soruşsan ki, hansı namazı qıldın? Deyəcək ki, zöhrü. Niyyət yerindədir ya yox. İbadəti təyin edib niyyəti ilə, edib. Lakin ibadətini riya üzərində qurub. Və ibadət əsnasında riya gəlib, bu da razı qalıb. Belə də qılıb tamamlayıb. İxlasla qıldı, yoxsam yox. Yox. Amma
Niyyəti var idi? Var idi. Deməli, ixlas niyyətdən ayrı şeydir. Niyyət olmasa o ibadət sayılmır. İxlas olmasa ibadət sayılır, lakin ibadətin əcri batil olur. İbadətin əcrini yox edir. Yaxşı sual verilsə ki, bu necə olur? İbadət yerində qalır, amma əcri puç olur. Bəli. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bir arrafa, falçının yanına getsə, onun 40 gün namazı qəbul olunmayacaq. Bu, bunun dəllidir. 40 gün namazı qəbul olunmayacaq, yəni 40 gün namaz qılmasın. Yox, qılmalıdır. Amma bilməlidir ki, 40 gün ərzində namazın savabı yazılmır. Deməli, ibadətin özü var, amma əcri yoxdur. İxlassız ibadət də budur. Niyyətsiz ibadət yoxdur. İxlassız isə ibadətin ola bilsin özü var. Əda eləyib, amma əcri yoxdur. İhsan nədir? İhsan da ixlasdan ayrıdır. İhsan həmin o əldə olunan əcrin kamilləşməsi, və bir də ibadətdə olan qayə ki var məqsəd, ona çatmaq, ona nail olmaq. İhsan budur. İhsan ixlas deyil. Misal, bayaqki misal üzərində. Adamın niyyəti var, təyin edib, zöhrü qılır. Niyyət var? Var. Və ibadətində riya da yoxdur. İxlasla qılır. Riya yoxdursa, əksi nədir? İxlas. Bu da yerindədir. Amma namazda xuşu yoxdur. Fikir verdiniz, xuşu, hansı ki biz ona ihsan deyirik, ixlasdan ayrıdır. Yəni bir adam xuşusuz namaz qılsa, o deməkdir ki, riyana qıldı. Bunu nə üçün belə qeyd edirəm? Hətta bəzi alimlər bunu deyiblər. Bunda xəta ediblər. Məsələni elə təsəvvür ediblər ki, xuşu ilə ihsan və ixlas eyni şeydir. Yəni ihsan, hansı ki ona xuşu deyirik, ixlasla eyni deyil. Çünki biz desək ki, eynidir. Onda elə çıxır ki, biri xuşusuz namaz qılsa, elə bir ki, ixlassız, yəni riya ilə namaz qıldı. Yox. Ola bilsin, insan ixlasla qılır, riya yoxdur, amma xuşu da yoxdur. Xülasə budur ki, niyyət, ixlas və ihsan, xuşu arasında fərq budur ki, niyyət ilə ibadət təyin edilir, ixlas ilə ibadətin əcri qorunur, ihsan ilə, xuşu ilə həmin əcr tamamlanır və bir də o ibadətdə olan qayəyə, məqsədə nail olunur. Aydın oldu? Və həmçinin burada fikir verdinizsə, Cəbrail əleyhissalam birinci Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəyi soruşdu? İslamı. Sonra imanı, sonra ihsanı. Bu tərtib əbəs deyil. Burada məqsəd var. Yəni bu tərtibin özündə fayda var. Əslində bu tərtib özü dinin 3 mərtəbəsini ehtiva edən tərtibdir. Bu nə deməkdir? Bir var müsəlman, bir var mömin, bir də var muhsin. Ən genişi olan müsəlmandır. Müsəlmanlar çoxdur. Biraz daraltsaq çevrəni, gəlir iman dairəsi, möminlər. Lap daraltdıqda gəlir muhsinlər. Müsəlman kimdir? O kəs ki, La ilahə illallah, Muhammedur Rasulullah şəhadətini izhar edir və özünü İslama nisbət edir. Mən müsəlmanlardanam deyir və s. Yəni zahirən insanın İslamını izhar edən çox şey var. Zahirən. Niyə dedik zahirən? Həqiqətdə adam münafiq də ola bilər. Amma zahirən adam İslamı izhar edirsə, biz ona müsəlman kimi müamilə edirik. Buna deyilir nə? Müsəlman. İslamın şüarlarından birini izhar edən, La ilahə illallahı izhar edən, özünü İslama nisbət edən. Mən müsəlmanam deyəm. Zahirən müsəlmandır. Bir adamdır tanımırsan, lap darül küfürdə, Avropada yaşayırsan, birdən gəlib soruşdun, adından şübhələndin, məsələn, adı Muhammed imiş, Əhməd imiş. Dedim, müsəlmansan? Dedi, bəli. Adamı tanıyırsan? Yox.
sənə həmin anda vacib olan nədir? Onu müsəlman kimi də qəbul etməyin. Heç namaz qıldığını gördün? Bunu soruşmuram. Heç şəhadətini eşitmədin. Belə şey yoxdur ki, o sənə qabağında durub şəhadəti deməlidir. O özünü İslama nisbət etsə, desə ki, mən müsəlmanam, sənə vacibdir ki, onu müsəlman görəsən. Ta ki, əksi ortaya çıxmadıqca. Zahirən belədir. Hətta münafiqlər ilə Peyğəmbər sallallahu aleyhi və səlləm öz cəmiyyətində müsəlman kimi müamilə edirdi. Baxma ki, axirətdə onların kafir olacaqları ortaya çıxacaq. Bu kimdir müsəlman? Mömin kimdir? Mömin bundan yüksək bir dərəcədir. O da o kəsdir ki, ibadətləri yerinə yetirir. Namaz qılır, oruç tutur, imkanı varsa zəkat verir, ümrə, həcc edir və s. və ilə axır. Bir də Allah Azza və Cəllənin haram etdiyi şeylərdən çəkinir. Bu kimdir? Mömin. Bir də bundan yüksək dərəcə var, o da muhsin. Muhsin də ibadətlərində Allaha qarşı muti olan şəxs. Ona görə hər müsəlman mömin deyil. Hər mömin muhsin deyil. Amma hər mömin müsəlmandır. Hər muhsin də həm mömin, həm də müsəlmandır. Deməli, bunların içərisində fikir verin bu şəklə. Biz İslamı bir dairəyə oxşatsaq, ən geniş dairə hansıdır? İslam dairəsi. Ondan biraz dar olan hansıdır? İman dairəsi. Lap dar olan muhsin. Məsələn, bir adam muhsindir. Muhsindir. İbadətlərində, itayətində Allaha qarşı muti olandır. Və sonra elə oldu ki, bunun halı, imanı zəiflədi. Muhsin dairəsindən çıxdı. Kafir olur? Yox. Niyə? Çünki muhsin dairəsindən sonra nə gəlir? Muhsin dairəsindən çıxdı, oldu nə? Mömin. Və bir müddət keçdi, adam biraz da, yəni mömin də adam, ibadətləri yerinə yetirib haramlardan çəkinir. Mutiliyi tam yerində olmasa da. Amma bir müddət gəldi, Allah qorusun, ibadətlərində axsamalar başladı. Haramlara mübtəla oldu, iman dairəsindən çıxdı, kafir oldu. Yox, niyə? Çünki ondan sonra hansı dairə gəlir? İslam, müsəlmandır. Amma İslam dairəsindən çıxsa nə olur? Kafir. Çünki o dairədən o yanı küfürdür. Ona görə əhl-i sünnə imanda istisna etməyi icazəli görüb. İslamda isə yox. Deyirsən ki, inşallah mən möminəm. Amma deyəndə ki, müsəlmansan, istisna etmirsən. Deyirsən ki, əlhamdülillah müsəlmanam. Çünki İslamdan o yanası küfürdür. Nəyi istisna edəcəksən? Amma mən inşallah möminəm deyəndə istisna edirsən. Niyə? Çünki nəfsivi təskiyə etmirsən ona görə. Və Allah Azze və Cəllə buyurur ki, bu şeyi bəyan edərək, Qalətil ə'rabu əmənnə. Fikir verin ayəyə. Qul ləm tu'minu, və ləkin qul əsləmnə. Bədəvi ərəblər dedilər ki, biz iman etdik, yəni biz mömin olduq. Deməyin biz iman etdik, yəni mömin olduq. Deyin ki, biz təslim olduq, yəni müsəlman olduq. Deməli, ayə nəyi göstərdi? Möminlik dərəcəsi müsəlmanlıq dərəcəsindən daha yüksəkdir. İslama təzə gəlmirsən, deyirsən ki, mən möminəm. Demə möminəm, denən ki, müsəlmanam. Aydındır. Bəs mömin kimdir? Allah Azze və Cəllə buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum və izə tuliyyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yətəvəkkəlun. Möminlər yalnız innəmə ilə başlayıb və yalnız o kəslərdir ki, onların yanında Allah Azze və Cəllənin adı zikr olunanda qəlbləri ürpənir və onlara Allahın ayələri oxunanda bu onların imanını artırır. Və onlar təvəkkül edəndə yalnız Allah Azze və Cəlləyə təvəkkül edirlər. Mömin budur. Ona görə Allah Azze və Cəllə buyurur ki, deməyin ki, mömin olduq. Deyin, müsəlman olmuşuq. Aydındır. Deməli, bu tərtibatı gördünüz. Birinci Cəbrail nəyi soruşdu? İslamı. Çünki birinci bu gəlir. Sonra iman, sonra ihsan. Ən yüksək dərəcə. Və bu Qur'anda zikr olunub ya yox. Allah Azze və Cəllə buyurur. İnnəl musliminə vəl-muslimat vəl-mu'mininə vəl-mu'minat vəl-qanitinə vəl-qanitət.
El-ayə. Həqiqətən müsəlman kişi və qadınlar. Birinci kimlər zikr olundu? Mömin kişi və qadınlar. Sonra muti kişi və qadınlar. Birdən biri sual verə bilər ki, vəl-qanitin, vəl-qanitət. Buna niyə aidlədi? O biri ayəyə fikir ver. Hafizu aləs-salavat və-salatil-vusta və qumu lillahi qanitin. Namazları qoruyun və Allahın önündə muti şəkildə durun. İbadətdə ihsan. Nə dedi? Və qumu lillahi qanitin. İnnəl musliminə vəl-muslimat vəl-mu'minina vəl-mu'minat vəl-qanitin vəl-qanitət. Bu nədir? Dinin 3 dərəcəsi. Din budur. Bu şəkli gördünüz. Bundan başqa din var. Din budur. İslam, iman və ihsan. Hə? İndi hədisin axırını xatırlayın. Fə innəhu Cibril. Gələn Cəbrail idi ya Ömər. Gəlmişdi ki, sizə nəyi öyrətsin? Dininizi. Öyrətdi, öyrətmədi. Ki, din bundan ibarətdir. Aydındır. Və həmçinin sonra Cəbrail əleyhissalam İslamı, imanı və ihsanı soruşandan sonra deyir ki, fəəxbirnə anis-sə'a. Mənə qiyamət saatı barədə xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məl məs'ulu anhə bi'a'ləmə bihə minəs-səil. Soruşulan bu barədə soruşandan artıq bilmir. Soruşulan kimdir? Muhammed sallallahu aleyhi və səlləm soruşan kimdir? Cəbrail. Deməli, soruşulan bu barədə soruşandan artıq bilmir. Bu dəlildir ki, qiyamətin saatını Cəbrail də bilmir. Nə soruşulan bilir, nə də soruşan. Heç biri bilmir. Uca Allah buyurur ki, yəsəlunəkə anis-sə'ətə iyyənə mursəhə. Səndən qiyamətin saatı barədə soruşarlar ki, o nə vaxt olacaq? Qul innəmə ilmuhə ində Rabbi. De ki, onun elmi, bunun məlumatı yalnız Rəbbimin qatındadır. Yalnız Allah bilir. Və buradan həmçinin biz hansı faydanı götürürük? Adama sual verəndə, bilməyəndə, bilmirəm deməyi bacarmağı. Fikir ver. Cəbrail hədisində elm tələbi ilə əlaqəli nə qədər faydalar var? O faydalardan birisi də budur. Bilmirsən denən bilmirəm. İslamı soruşdu, dedi demədi. Çünki bilirdi. İmanı soruşdu, dedi. İhsanı soruşdu, dedi. Qiyamətin vaxtını soruşdu, dedi ki, soruşulan soruşandan artıq bilir. Bu məsələdə sən də cahilsən, mən də. Amma elə formada dedi ki, bildirmədi ki, kimdir o. Dedi ki, soruşulan soruşandan artıq bilmir. Ad çəkmədi. Məshul formada. Deməli, bu elmin ədəblərindəndir ki, insan bir şeyi bilməyəndə gərək desin ki, bilmirəm. Belə bir rəvayət nəql edirlər. Bəzi kitablarda gəlib, Allah bilir, olub, olmayıb. Deyirlər ki, biri olub, elmi olmayıb. Amma özünü yaşadığı məntəqədə, kənddə elm əhli kimi, yəni molla kimi, belə deyək, tanıdı. Bundan da nə gəlib soruşublar, bilmir axı. Amma bir dənə onu bilir ki, çox məsələlərdə, xüsusən fıqh məsələlərdə alimlər ixtilaf ediblər. Ondan nə soruşurlar? Bu da deyir ki, alimlər bu məsələdə ixtilaf edib. Bu məsələdə ixtilaf var. Bu məsələdə ixtilaf var. Nəsə kənd cəmaatından bir ağıllı söhbəti tutur, hiss eləyir. Bir gün cəmaatın yanında buna sual verir ki, bu kainatı neçə Rəbbi var? Bu da öyrəşib axı. Deyir, bunda ixtilaf var. Bu adamı edam eləyirlər. Mürtəd kimi öldürürlər. Bilirlər ki, sən demə, bu nəinki yəni elmin əhli, İslamın da əhli deyilmiş. Ona görə hətta öz başıma gələn və bir neçə məclislərdə olub bunu tətbiq eləmişik. İndi olan qardaşlar bilirlər o məclisdə. Məsələn, məclis olub, qardaşlar da oturublar, bir sual vermişəm. Sual da elə sualdır ki, bunun 2 cavab var da zahirdə. Məsələn, demişəm ki, filan şeyi etmək olar ya olmaz. Yəni, sualdan artıq ortaya 2 cavab çıxır. Çünki özüm dedim ki, olar ya olmaz.
Biri deyir olar, biri deyir olmaz, biri deyir olar, biri deyir olmaz. İndi baxır da bir də görsən 3 nəfər deyir olar, olar, olmaz, dördüncü də eyibdir, o da olardısa, onlar kimi o da fərqli olsun deyənə deyir olmaz. Və belə məclis qutarır, növbə gəlib özümə çatanda deyirəm subhanallah. Bu sualın eynisini, hətta misalını da gətirəcəm, bu xəyalı şey deyil. Özümüzdən demirik. Bu sualın eynisini məsələn filan alimə, Şeyx İbn Baza, İmam Albaniyə və qeyrisinə verdilər. Dedi ki, bilmirəm. Həmin sualın eynisini. Əslində burada biz əvvəldə dedik ki, bu sualın neçə cavab var? 2, əslində 3 cavab var imiş. Üçüncü hansıdır? Daha doğrusu birinci. Bilmirəm. Çünki onların heç biri bilmirdi. Həmin məclisdə o sualı verəndə. Mən bilirəm heç biri bilmir. Niyə? Çünki sən onlardan soruşsan, olar deyəndən soruşsan ki, niyə olar? Dəlilin nədir? Deyəcək, bilmirəm. Olmaz, niyə olmaz? Bilmir. Sadəcə olaraq olar ya olmaz sualı belə vermişəm. İndi biri deyir olar, biri deyir olmaz. Bilmirsən denən bilmirəm. Həmin sualın eynisini böyük alimə veriblər, deyib bilmirəm. Hə? Bizdən birinin də ağlına gəlmədi ki, desin bilmirəm. Aydındır. Və ona görə bəzi alimlər deyirlər ki, hətta bu elmdə mərtəbələr var axı. Elmdə mərtəbələr var. O mərtəbələrin ilkin mərhələsi nədir? Təkəbbürlük mərhələsi. Adam təzə-təzə elm tələbinə başlayanda 2 kitab, 3 kəlmə öyrənəndə elə bilir ki, hər şey bilir. Harda gəldi danışır, nə gəldi danışır, onun gözünə girsin, bunun gözünə girsin, bu təkəbbürlük mərhələsidir. Və üzərində işləsə, Allah müvəffəq eləsə, eləməsə elə burada da qalacaq və bədbəxt olacaq. Həm özü, həm də başqalar. Dilini də saxlamır axı. Amma bu mərhələni keçsə, artıq gəlir təvazökarlıq mərhələsi. Necə ki, ağac bar verəndə başını aşağı salır. Bu da belədir. Sual versən danışacaq, indirməsən öz işindədir. Və bəzi alimlər deyirlər ki, elmdə ən son mərhələ nədir? Yəni, zahir olan elm əhli içərisində lə ədri, bilmirəm mərhələsi. Yəni, adam, tutaq ki, 30 il, 40 il, 50 il, 70 il, bir ömür bu mərhələləri addıya gəlir, durmur axı. Hər gün nəsə öyrənir. Və əvvəl elə bilirdi ki, artıq çatıb. Və növbəti gün nəsə öyrənəndə dünən səhv etdiyinin fərqinə varır. Ona görə artıq saç saqqal ağarıb elə bir məqamdadır. Dünəni ona ibrət olub axı. Ona görə bilir ki, bundan sonra da nə yox, nələr var. İndidən artıq razılaşır, deyir, bilmirəm. Deməli, bu artıq çatıb o Rəbbani məqama. Ona görə İmam Malik rahiməhullahın yanına biri gəlir, başqa bir yerdən, Mədinəyə, Bəsrədən ya Küfədən. Mədinəyə öz yaşadığı məntəqənin sualları ilə, nə bilim 30-40 sualla yazılı. O boyda yol gəlib. Yəni, belə olmuyor. Və burada da bir fayda görün, elmin ayağına gedirdilər. Və bu Cəbrail hədisində də özünü göstərir. Cəbrail əleyhissalam elmin ayağına gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləmin ayağına. Nəsə soruşmaq istəyirdi, o gəldi. Allah Rasulunu çağırmadı. Və 10 dənə, 15 dənə sual üçün bu adam təsəvvür edin, bəlkə də aylarla yol gəlib və ya günlərlə. İmam Malik rahiməhullah da dəqiq bildiyi, cavabında əmin olduğu 5-6 suala cavab verir, qalanına deyir ki, bilmirəm. Və bu adam da təəccüblənir ki, ya Malik, mən o boyda yol gəlmişəm, gedim bəs cəmaata nə deyim? İmam Malik rahiməhullah da çox heybətli olur. Heç özünü də rahatlığını da pozmur, narahat da olmur. Sakit şəkildə deyir ki, ged onları dinlən ki, Malik deyir ki, bilmirəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyəndən sonra Cəbrail deyir ki, fəəxbirni an əmərətihə. Elə isə mənə qiyamətin əlamətləri barədə xəbər ver. Deməli, bu dəlildir ki, qiyamətin əlamətləri var. Və o əlamətlər də 2 növdür. Bir kiçik əlamətlər, bir də böyük əlamətlər. Bu kiçik əlamətlərlə böyük əlamətləri bir-birindən ayırmaq üçün sizə çox qısa, asan bir qayda deyəcəm. Çünki indi soruşsam, çoxunuz bilməyəcəksiniz. Yəni ki, hardan bilək ki, hədisdə gələn bu qiyamətin əlamətləri
Böyüyə girmir, kiçiyə girir. Qayda budur. Yalançı dəccalın çıxışından qabaq varid olan bütün əlamətlər kiçik əlamətlərdir. Ondan sonrakılar hamısı böyük. Məsih dəccalın çıxışınacan gələn bütün əlamətlər ki var, o əlamətlərin hamısı kiçik əlamət sayılır. Məsih dəccaldan sonra İsa'nın nüzulu, Yə'cuc, Mə'cuc sayfalarının çıxması, Mehdi. Deməli, Mehdi qiyamətin kiçik yoxsa böyük əlamətlərindən? Böyük. Çünki İsa onun arxasında qalacaq. Fikir versən, bu qayda ilə artıq bildin. Bu qaydanı bilməsəydin, qalacaqdın belə. Doğrudan da Mehdi qiyamətin kiçik əlamətlərindəndir, yoxsa böyük? Böyük əlamətlərindəndir. Çünki İsa aleyhissalam onun arxasında namaz qılacaq. Və həmçinin günəşin son olaraq batdığı yerdən doğması. Dəccaldan sonra çıxacaq bütün əlamətlər qiyamətin böyük əlamətləridir. Və Cəbrail əleyhissalam da bunu soruşur ki, fəəxbirni an əməratiha. Onun əlamətləri barədə mənə xəbər ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm 2 əlaməti qeyd edir. O əlamətlərdən birisi buyurur ki, ən təlidəl əmətu rabbətəhə. Cariyənin öz ağasını dünyaya gətirməsi. Cariyənin öz ağasını doğması. Bunun mənası nədir? Burada ehtimallar var. Bu ehtimallardan birisi odur ki, ola bilsin Allah Resulü aleyhissalatü vesselam demək istəyir ki, qiyamətə yaxın və bu kiçik əlamətlərdəndir yeri gəlmişkən. Qiyamətə yaxın fətihlər o qədər çox olacaq ki, müsəlmanların əlində əsir və cariyə qadınlar çox olacaq və bu qayıdacaq. Və o cariyə qadın, o müsəlman kişi üçün övlad doğanda həmin uşaq böyüyüb istər-istəməz atasına nisbət olunur axı. Qadın da cariyə olaraq qalıb. Həmin qadının ağası oldu, olmadı. Elə bil ki, qadın öz ağasını doğdu. Bu ehtimal var. Və həmçinin ehtimaldır ki, ola bilsin Allah Resulü aleyhissalatü vesselam demək istəyir ki, qiyamətə yaxın bir anarxiya olacaq. Necə? Ya cariyəyə nisbətdə, ya da zövcəyə nisbətdə, ailəyə. Yəni, cariyəyə nisbətdə, yəni o qədər cariyəni alıb satmaq tezləşəcək, adiləşəcək və ya evlənib boşanmaq, hətta elə bir anarxiya, elə bir vəziyyət olacaq ki, həmin cariyənin və ya həmin qadının, onun yoldaşı olsun, öz əri üçün və ya ağası üçün doğduğu uşaq sonra həmin cariyəni satıb. Ananın uşaqdan xəbəri yoxdur və ya qadını boşuyub. Ananın övladdan xəbəri yoxdur, övlad da anasını tanımır və övlad böyüyüb həmin cariyəni öz anasına alır. Və övlad böyüyür, öz anası ilə evlənir. Nəticədə o qadın 20 il bundan qabaq öz ağasını, öz böyüyünü, öz ərini doğub. Və ya ehtimallardan birisi, ola bilsin Allah Resulü aleyhissalatü vesselam burada cariyə öz ağasını doğacaq, bu kinayədir. Ola bilər, Allah bilir. Ehtimal zəif olsa da, yəni bunun mənası budur ki, vaxt gələcək, övladlar ana atalarının üzünə elə ağ olacaqlar, öz analarına qarşı elə ağalıq ortaya qoyacaqlar ki, elə bil ki, ana 20 il bundan qabaq öz ağasını doğub, övladını yox. Bəzi, bu ehtimal da var ki, ola bilsin bunu Peyğəmbər sallallahu aleyhi və səlləm kinayə babından bu mənada deyib. Və ikinci əlamət isə Allah Resulü aleyhissalatu vesselam buyurur ki, وَاَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ فِي الْبُنْيَانِ. Yəni, ayaq yalın, əynində paş-paltarı olmayan, kasıb, çobanların uca binalar tikməsində bir-birləri ilə yarışmaları. Və burada da iki ehtimal var. Birinci ehtimal budur ki, və yeri gəlmişkən bu çıxıb, bu əlamət ortadadır.
Baxma ki, Allah Resulü aleyhissalatü vesselam bunu deyəndə bu ola bilsin qəribə gəlirdi sahabələrə. Necə? Yəni çöl ərəbi və burada demək ki, ayaqyalın, çılpaq, çoban, burada səhra ərəbinə bir işarə var. Çünki onların ümumi halı bu idi. Və doğrudan da belə oldu. Bugün Birləşmiş Ərəb Əmirliklərini götür. Uca binalar tikməkdə yarışırlar. Hansı ki 70-100 il bundan qabaq onlar qoyun, dəvə otaran, ayaqyalın çobanlar idilər. Bu hədisin mənası budur. Və həmçinin buna əlavə olaraq bir də bu mənanı bu sözdən, hədisdən götürə bilərik ki, deməli, səhra əhlinin, çöl ərəblərinin və ya kənd əhalisinin şəhərlərə axışması və şəhərlərdə artıq evlər tikməkdə bir-birləri ilə yarışmaları. Və bunların hamısı günümüzdə baş verən hadisələrdəndir. Sonra Ömər ibn Xattab deyir ki, "Sümmən talaq." Sonra o ayrılıb getdi. Fələbistu məliyyə. Uzun bir müddət gözlədim və bir rəvayətdə gəlib ki, fələbistu sələsən. 3 gün. 3 gündən sonra. Sümmə qaləli. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi ki, ya Umar, ətədri mənis-səil. Bildin o soruşan kim idi, sualları verən? Qultu Allahu və Rasuluhu a'lam. Dedim ki, Allah və Rasulu daha yaxşı bilir. Bu sahabələrin adəti idi. Əslində Ömər ibn Xattab onun kim olduğunu bilirdi ya yox? Bilmirdi. Amma bilsəydi də bunu deyəcəkdi. Çünki bundan başqa nə qədər hadisələr olub. Məsələn, vida həccində Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə sual verir ki, Ətədrun eyyü bələdin həzə. Bilirsiniz bu şəhər, bu kənd, bu yer hansı yerdir? Dedilər ki, Allah və Rasuluhu a'lam. Allah və Rasul daha yaxşı bilir. Bilirdilər, Məkkədədirlər, özləri orada doğulublar. Sonra dedi ki, bilirsiniz, içində olduğumuz ay hansı aydır? Həzdədirlər, Zilhiccə ayıdır. Dedilər ki, Allah və Rasuluhu a'lam. Allah və Rasul daha yaxşı bilir. Bu sahabələrin adəti idi. Hətta bildikləri şeydə ədəb babından belə deyirdilər. Və burada da elm tələbəsi üçün bir ədəb var ki, yəni təsəvvür edin, subhanallah, sahabə bildiyi şeydə deyirdi ki, Allah və Rasuluhu a'lam. Sən bilmədiyin şeyi də danışırsan. Və burada həmçinin ədəb odur ki, bildiyin və bilmədiyin şeylərdə müəllimin yanında susmağı bacarmaq. Bu da elm məclisinin ədəblərindəndir. Və sonra Allah Resulü aleyhissalatü vesselam deyir ki, qalə fə innəhu Cibril ətəkum yuallimukum dinəkum. Gələn Cəbrail idi, gəlmişdi ki, sizə dininizi öyrətsin. İki mənada. Gəlmişdi ki, sizə dininizi öyrətsin, yəni öyrətsin ki, din budur. İslam, iman və ihsan. İkinci mənası, gəlmişdi sizə dininizi öyrətsin, yəni öyrətsin ki, din necə öyrənilir. Sual verib, cavab almaqla. Və burada sual vermənin ədəblərinə dair bir fayda var. O fayda da nədir? Ümumiyyətlə, sual vermədə əsl olan nədir? İnsan bilmədiyini soruşmalıdır. Ona görə Uca Allah buyurur ki, Fəsəlu əhlə zikr in kuntum la ta'lamun. Zikr əhlindən soruşun nəyi? Bilmədiyiniz şeyləri. İnsan, yəni sualda əsl olan budur. İnsan əsl olan budur ki, insan bilmədiyi bir şey soruşur. Lakin bu hədisdə fayda var ki, insan bildiyi bir şeyi də soruşa bilər. Çünki Cəbrail bilirdi İslam nədir, iman nədir, ihsan nədir. Bilirdi, bilmirdi. Bilirdi. Bildiyi şeyi soruşdu. Niyə? Öyrətmək üçün. Məsləhət olsa, belə etmək olar. Məsələn, kiməsə nəsiyyət babından. Kiməsə sataşmaq üçün yox, nəsiyyət babından. Yəni, ola bilsin bir məclisdə bir qardaşı hansısa asiliyi edəndir və sən bunu bilirsən, heç kəs bilməsə də. Ola bilsin gizlində siqaret çəkir. Sən görmüsən. Və dərsdə müəllimə sual verirsən ki, siqaretin hökmü nədir? Bilirsən sən.
Sən əslində hökmünü yox, sən nə istəyirsən? Nəsihət. Aydındır? Bu qəsdinə olar. Dua edirəm ki, Allah Azza və Cəllə bizə eşitib fayda götürən qullarından etsin. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və sallam.